Belə bir suala baxaq. Bu sual ibtidai sinif müəllimləri üçün MIQ imtahanda istifadə olunmuş bir sualdır. Sual bundan ibarətdir ki, şagird 356 səhifəlik kitabı 4 gün ərzində oxudu. O kitabın birinci gün 25%-ni, növbəti 3 gün ərzində isə hər gün əvvəlkidən 6 səhifə az oxuyarsa, oxumamış neçə səhifə qalır. Deməli, şagird birinci gün oxuyub, daha sonra ikinci gün oxuyubdur, üçüncü gün oxuyubdur və dördüncü gün oxuyubdur. İndi verilənləri qeyd eləsək, deyir ki, birinci gün 25%. 356-nın 25%-ni tapıraq, çünki 25%-ni birinci gün oxuyubdur. Burada ixtisar gedər, 356-nı 4-ə bölsək 89. Deməli, birinci gün 89 səhifəsini oxuyub. Və deyir ki, 3 gün ərzində isə hər gün əvvəlkidən 6 səhifə az. Onda ikinci gün oxuyubdur, birinci gündən 6 səhifə az. Birinci gün nə qədər oxuyub? 89. O zaman ikinci gün ondan 6 səhifə az edəcək 83. Sonra üçüncü gün ikinci gündən 6 səhifə az. 83-dən 6 çıxacaq, edəcək 77 və dördüncü gün oxuyubdur, üçüncü gündən 6 səhifə az. Yəni 77-dən 6 səhifə az. Bu da nə eləyəcək? Bu da 71-70 olacaq. Və bu səhifələr oxunubdur. İndi deyir ki, oxunmamış neçə səhifə qaldı? O zaman oxunanlar nədir? 89 plus 83 plus 77 plus 71 bərabərdir. Bunları cəmləsək 320 alarıq. Ümumi olaraq kitab sayı nə qədər idi? Daha doğrusu səhifə sayı 356 idi. Bundan da 320-sini çıxsaq alarıq 36. Deməli 36 səhifə oxunmamış qalıbdır.